Uşaqlar, ilkin anlayışları, belə deyək də, əslində çox ondan danışmaq istəmirəm, yəni primitiv hissədir də, məncə o yadınızdan çıxmayıb. Yadınızdan çıxıb ilkin anlayışlar informasiyanın növüdür, təqdim olunmasıdır. Hı? Səs çıxmır. Başa düşdüm. Şeyi tapa bilmirəm, mən prezentasiyanı tapa bilmirəm. Dərs 1, oradadır bu, hə, de burada. Tapdım. Onda üstündən tez-tez keçərik. Elə belə bir məlumat verim. Əsas məsələ kodlaşmadadır. Hamımızın problemi kodlaşmadır. Deməli, ilkin anlayışlarla başlayırıq. Kodlaşmanın müəyyən hissəsini keçəcəm, amma testi çox vermişəm. Testdə RJ-dən də 8-dən 13-ə qədər səhv etmirəmsə vermişdim də, hə? 8-dən 13-ə dimdən də vermişəm. Təkrar bir də atacağam. Sonradan qoşulanlar üçün testlərin PDF-lərini. Gəlin, bu həftənin bazar gününə inşallah hazırlaşırıq. Salam Ecun, necəsən? Başlayırıq uşaqlar. İlkin anlayışlardan. Deməli, informatika termini 1957-ci ildə Karl Steinbuch tərəfindən elmə daxil edilib. Sonra 60-cı illərdə fransızlar onu öz dillərinə tərcümə edib. Sonra beynəlxalq dil, yəni ingilis dilinə çevrilib və günümüzdə də informatika terminindən istifadə olunur. Yəni ilk dəfə almanlar tərəfindən gətirilib bir termin kimi. İnformatika sözü informasiya və avtomatika sözlərinin birləşməsindən əmələ gəlir. İnformasiya ilə görülən avtomatik iş mənasını verir. İnformasiya sözünün mənası özü isə məlumatdır, izahdır, ifadədir. Biz burada 3 dənə termindən istifadə edirik. Verilən, informasiya, bilik. Ruhi qoşul dərsə. Deyəsən Ruhi yoxdur. Nəzrin, de görək. Verilən nədir? İnformasiya nədir? Bilik nədir? Deyəsən yadımdan çıxmıyor. Buyur Nəzrin. Ay, sağ ol. Hansı ən geniş anlayışdır? Yox, yox. Verilən, uşaqlar, hər şey veriləndir. Ən böyük anlayış veriləndir. Gördüyün hər şey veriləndir. Sadəcə onların içərisində mənası olanlar olur. İnformasiya, dərk etdiklərin olur bilik. Yəni emalın nəticəsində biz biliyə, yəni belə deyək də təcrübələrimizdə çox istifadə etdikcə bu bizdə artıq avtomatikləşir, yəni biliyimizə çevrilmiş olur. Ruhi hələ indi qoşulur. Link atan kimi qoşulun uşaqlar, gecikməyin. Deməli, bax yadda saxlayın. Ən geniş anlayış veriləndir. Gördüyümüz hər şey veriləndir. Mənasının olub-olmaması bizim üçün önəmli deyil. Mənası olanlar informasiya, dərk etdiklərimiz isə bilik olur. Bax, belə bir şey deyim. İndi düzdür, bu şəkil biraz anormal şəkildə hamı əlində svetoforu tutub. Nəysə, 2 yaşında bir uşaq üçün svetoforun mənası var, svetoforun, yəni işıqforun bir mənası var. Yoxdur. Heç bir mənası yoxdur. Sadəcə nədir? Qırmızıdır, sarı, yaşıl işıqlar yanıb sönür onda. Yəni onun üçün sadəcə işıqdır. Yəni heç bir məna başa düşmür. Yəni 2 yaşında uşaq üçün o işıqforun yanan işıqlarının mənası yoxdur. Deməli nədir onun üçün verilən? Bu uşaq məktəbə başlamasın, hələ bağça dövründən artıq öyrədilir ki, bu işıqların mənası var da. Yəni biraz böyüdü, bağçaya getdi. Bağçada dedilər ki, hə, qırmızıda dayanırsan, sarıda hazırlaşırsan, yaşılda keçirsən. Hə, bu artıq onun mənalarını bilmiş oldu da.
Yəni onun üçün mənası oldu. Nəyə çevrildi? İnformasiyaya. Sonra biraz da böyüdü, həyata atıldı. Özü tək getdi, tək gəldi. Svetofordan istifadə etdi, yol hərəkət qaydalarından istifadə etdi. Nəyidən istifadə etmiş oldu? Biliyindən. Başa düşdük, qazanılmış biliyindən istifadə edirik. Yəni ən birinci 2 yaşında uşaq üçün işıqforun mənası yox idi, verilən idi. Sonra biraz böyüdü, rənglərin özünün bir anlamı olduğunu başa düşdü, mənasını başa düşdü. Yəni verilən belə deyək də informasiya mənası olan verilən oldu. Daha sonra onu dərk etdi, həyatda istifadə etdi, təcrübələrində istifadə etdi, çevrildi oldu bilik. Bax biz biliyi informasiya emal nəticəsində də istifadə edirik ha. Yəni məsələn, deyir ki, keçmişik də bunu. İşıqforun qırmızı işığı yandı, insan dayanır. Beyni nəyə emal eləyir? Qırmızı işıqda keçmək mənim həyatım üçün təhlükəlidir. Bu istifadə etdiyi onun biliyi olur uşaqlar. Yəni emal zamanı biz biliyimizdən istifadə edib bir nəticəyə gəlirik. Sonra gəldik informatikanın əsas tərkib hissələri. Biz əslində öz proqramımızla artıq hardverəni və softverəni öyrənmişik. Yəni birinci qurğu təminatı gəlir, sonra proqram təminatı, daha sonra brainware alqoritmik dillər. 3 əsas tərkib hissəsinə bölünür. Sınaqlara düşən suallardandır. İnformatikanın əsas tərkib hissələri hansılardır? 3 əsas tərkib hissəsi var. Hardware, brainware, software, brainware. Hardware öyrənir, yadda saxlayın, qurğu təminatını. Dəqiqə. Digitizer tapmamışam, elə bilirəm bu niyə yazmış. Bu gün sınağa düşmüşdü. Uşaqlar soruşurdu, ay müəllimə, digitizer nədir? Digitizer mən istifadə etdiyim planşetdir, hansı ki mən yazıram. Yazdığım məlumat ekrana daxil edilir. Yəni giriş qurğusudur. Deməli, hardware nə öyrəndi? Qurğuları, aparat təminatını, software öyrəndi, proqram təminatını. Sonra brainware-də alqoritmik dilləri öyrəndi. Alqoritm hissəsini öyrəndi. Yəni informatikanın 3 əsas tərkib hissəsinə bölünəcək. Hissə qoşulurlar. Birdən atırsan, gecişirlər dərsə. İnformatikanın elmi istiqaməti PDF atacağam, oxuyarsınız. O qədər də yəni lazım bir şey. Elə belə üstündən keçim. 5 dənə elm istiqaməti var. Nəzəri, hesablama, alqoritm, tətbiqi, süni intellekt. Nədir bunlar? Nəzəri informatikada sırf informasiyanın nəzəriyyəsini, kodlaşma nəzəriyyəsini öyrənirik biz. Hesablama texnikası kompüterləri keçəndə dedim ki, kompüterlərin əzdadı EHM-lərdir, elektron hesablama maşınlarıdır. Yəni hesablama məqsədi ilə yaradılıb. İlk məqsəd bu olur. Hesablama texnikasında fərdi kompüterlər, kompüter şəbəkələri öyrənilir. Sonra alqoritmləşdirmə, proqramlaşdırma bu alqoritmin və proqramın yaradılmasıdır. Tətbiqi informatika biraz olsa bunu keçdi, mənasını başa düşərsiniz. Tətbiqi proqramlar bura daxildir, informasiya sistemləri bura daxildir. Sonra süni intellekt də günümüzdə daha çox istifadə olunur. Maşın tərcüməsidir, sonra nitqin anlaşılmasıdır, obrazın tanınmasıdır. Bax bu kimi əməliyyatlar süni intellektə aiddir. 5 elmi istiqamətdə informatika öyrənilir. Gəldik informasiya formalarına. İnformasiyanın formasını elə deyim, sonra keçirəm növlərinə. Uşaqlar, baxın, informasiya nədir? Məlumatdır, ifadədir, izahdır, bilikdir. İnsan informasiyanı müxtəlif yollar vasitəsilə ala bilir. Kompüterdən ala bilir, kitabdan ala bilir, nə bilim, təbiətdə baş verən bir hadisədən ala bilir, gözü vasitəsilə ala bilir, eşidərək ala bilir. Yəni müxtəlif formalarda biz informasiyanı qəbul edirik. Bəs bu informasiyanın hansı formaları var? Yadda saxlayın. İnformasiyanın 2 forması var. Analoq və rəqəmsal. Analoq insanın duyğu üzvləri ilə hiss etdiyi informasiyadır. Yəni görərək, toxunaraq, təbiətdə olan informasiyadır. Yadda saxlayın bunu. Bax, analoq informasiya təbiətdə olan informasiyadır. Rəqəmsal informasiya amma kompüterin yaddaşında saxlanılan informasiyadır. Kompüterdə kodlaşan informasiyadır. Dedik ki, analoq informasiya harda olur? Təbiətdə. Və analoq informasiyanın xüsusiyyətləri var. Bax, siqnala fikir verin, analoq informasiyanın siqnalına. Zamana görə necədir? Kəsilməzdir, kəsilmir.
Yəni qrafik kəsilmir heç bir nöqtədə. Sonra təbiətdə baş verən bir şeyin virusa yoluxma ehtimalı yoxdur. Təbii ki, burada kompüter virusundan söhbət gedir. Virusa yoluxmur. Daha sonra kəsilmir, virusa yoluxmur, təbiətdə yayılan da analoq. Bax, xüsusi şeyləri qeyd edin. Analoq informasiyanın xüsusiyyəti təbiətdə olan, kəsilməz, virusa yoluxmaz informasiyadır. Rəqəmsal informasiya, buna biz 3 cür ad deyəcəyik. Rəqəmsal, diskret və digital. Yəni bir də kəsilən, daha doğrusu. Rəqəmsal, diskret və kəsilən informasiya. Kompüterin yaddaşında kodlaşan informasiyadır uşaqlar, rəqəmsal informasiya. Yəni bunun üstün cəhəti kodlaşa bilən olmasıdır. Amma qrafikinə fikir versək, zamana görə nə olur? Kəsilir. Kəsilən informasiyadır. Sonra kompüterdədirsə virusa yoluxur. Yəni virusa yoluxma ehtimalı var. Deməli, analoq informasiya təbiətdə oldu, insanın duyğu üzvləri ilə toxunaraq, nə bilim, eşidərək, görərək hiss etdiyi oldu. Kəsilməz oldu, virusa yoluxmayan informasiya oldu. Rəqəmsal kompüterin yaddaşında saxlanılan informasiyadır, kodlaşandır, yəni 0-1-lər şəklində yazılandır, kəsiləndir, zamana görə kəsiləndir və virusa yoluxan informasiyadır. Gəldik informasiyanın növlərinə. İnformasiyanın növləri analoq informasiyanın növləridir uşaqlar. Yəni insanın duyğu üzvləri ilə hiss etdiyi informasiyanın növləridir. 5 duyğu üzvümüz var və bu 5 duyğu üzvümüz vasitəsilə informasiya qəbul edirik. Gözümüz, qulağımız, burnumuz, dilimiz, dərimiz vasitəsilə. Bunlar duyğu üzvlərimizdir. Bunlar adlarıdır. Gözlə qəbul edilən vizual informasiyadır. Qulaqla səs informasiyası, burunla qoxu, dillə dad, dəri ilə taktil informasiya qəbul edirik. Yadda saxlayın, ən çox informasiya qəbul etmə faizimiz, yəni gözümüz vasitəsilə həyatı boyunca ən çox informasiyanı gözlə qəbul edir insan. 90%-ə qədər. Digər 9%-ni qulaq vasitəsilə, yerdə qalan 1% isə 3 duyğu orqanının üstünə düşür. Burun, dil və dəri vasitəsilə qəbul edir. Belə bir şey deyim uşaqlar. Burdan necə sual düşür? Situasiya olaraq düşür ki, məsələn, müəllim olması lap belə deyil, ovçu qarda buraxılmış izlərə baxaraq oradan keçən heyvanı müəyyənləşdirdi. Deyir, ovçu hansı növ informasiya qəbul etdi? Hansı növ qəbul edir uşaqlar? Vizual. Bəli, gözü ilə qəbul edir, vizual. Mətbəxdən gözəl piroqun ətri gəlirdi, burun. Yəni belə situasiya tipli düşə bilər sual. Yəni bunu da müəyyən etmək rahatdır. Fidan isti çay içir, dili yanır. Hansı növ informasiya qəbul edir? Dəqiq. Hı? Yox, taktil informasiya qəbul edir. Mən çaşdırıram, sən də çaşdırırsan. Deməli, taktil informasiya nəyin dadını aldı? Dad deyən. Hə? Nəyin dadını aldı? İstiliyi, isti, soyuq, sonra material, kələ-kötür, sərt, bu şeyləri toxunaraq hiss edirik. Yəni dilimizin üstündə də dərimiz vardı. İstiliyi o dəri vasitəsilə qəbul edirsən. İstiliyi qəbul edirsənsə, taktil informasiyadır. Məsələn, desəydi ki, çaydan qəribə dad gəlir, hə burada dilinlə qəbul edirsən. İnsan dili 4 dadı və İnsan dilində 4 dadın reseptoru olur. Acı, şirin, turş, duzlu. Yerdə qalan dadlar törəmə dadları olur. Yəni bunlardan əgər danışılırsa ki, məsələn, tutaq ki, acını hiss etdi, nə bilim qəribə dad hiss etdi, hə, dili ilə dad informasiyası almış olur. Amma belə istiliyi, soyuqluğu, fidan isti çay içdi, dili yandı. Burada nə qəbul etdi ki, nə dad aldı ki, sadəcə istiliyi hiss elədi. Məsələn, Lalə paltarına toxundu və paltarının materialının pambıq olduğunu müəyyənləşdirdi. Belə material söhbətləri də dəri vasitəsilə qəbul edilir. Yadda saxlayın bunu. Yəni nəyisə toxunaraq hiss eləyirsə, dərisindən istifadə etmiş olur. Sonra informasiyanın təqdim olunma formaları. Bu belə deyək, informasiya
5 formada təqdim olunub. Bunu yadda saxlayın ha. Bu növləridir. Analoq informasiyanın növləridir. Bu da təqdim olunma formalarıdır. 5 növdə təqdim oluna bilər, 5 formada təqdim oluna bilər. Mətn şəklində ədəd, qrafik, yəni şəkil, səs və video informasiya şəklində. Bax, eyni bir məlumat var. Eyni bir məlumatdır. Deməli, eyni bir məlumatdır, informasiyanın təqdim edilmə formasında, yəni sabah Bakıda və Abşeron yarımadasında hava tutulub açılacaq, bəzi yerlərdə yağış yağacaq. Bu məlumat burada hal-hazırda sözlərdən, cümlələrdən istifadə olunub da. Bu mətn informasiyadır. Eyni şeyi 27 Selsi dərəcə yazmışamsa, ədədlə ifadə etmiş olurum. Qrafikin şəklini göstərirəmsə, demək qrafik informasiyadan istifadə etmiş oluram. Əgər onu radioda dinləyirəmsə havanın temperaturunu, səs informasiyası almış oluram. Amma televiziyada baxıramsa, yəni televizor vasitəsilə izləyirəmsə, artıq video informasiya almış oluram. Video bir neçə təqdim edilmə formasının eyni anda istifadəsidir. Həm görüntü var, həm səs var orada. Burada açar sözlər olur. Yadda saxlayın. Deməli, kitabdır, qəzetdir, jurnaldır, onsuz da bunları bilirsiniz. Sonra yazı nümunələri. Məsələn, şəxsiyyət vəsiqəsini itirən filan kəs ərizə ilə polisə müraciət etdi. Ərizəni gördünüz, mətn götürəcəksiniz. Arayışı gördünüz, mətn götür. Yəni açar sözlər var. Kitabdır, dərslikdir, qəzetdir, jurnaldır, ərizədir, arayışdır. Bunlar mətn təqdim olunmasıdır. Ədəd informasiya, vaxt, tarix, zaman, riyazi ifadələr, temperatur, oyundakı o skor, məsələn, 1-0 oyun skoru göstərilir, 1-0 ədəd informasiyadır. Amma uşaqlar, bir şey deyim ki sizə, burada ədədi informasiya, yəni cümlə içərisində istifadə olunur. Mətnə kombinə olunmuş şəkildə istifadə, yəni ayrılıqda belə də çox istifadə etmirik biz ədədi informasiyanı. Sadəcə testdə məsələn uyğunlaşdır deyir. Gözləyim, buradan bir dənə nümunə göstərim sizə. Testdə. Yəni əslində düzgün deyil orada. Sadəcə biz testdən baxaq. Burada ona uyğun bir dənəsini tapacağam. Hə, deyib, bax, burada. Yox, bu deyil. Hə, bax, məsələn, burada. 23-cü suala baxın. Şagirdlər dərsi daha yaxşı anlaya bilməsi üçün dərsliklərdə sxemlərdən, cədvəllərdən istifadə olunur. Bu heç. Bu sxem sözü gördüyünüz ki, qrafikdir. Tələbə biletini itirən Xədicə Universitetinin rəhbərliyinə ərizə ilə müraciət etdi. Ərizə gördüyü mətndir. Otaqdakı termometr temperaturu 16 Selsi dərəcə olduğunu göstərdi. Məsələn, belə cümlə olaraq fikirləşsək, hə, bu mətnin içərisində qeyd olunur. Amma orada sırf termometrin göstərdiyi 16 Selsi dərəcədən söhbət gedir. Ədədi informasiyadır. Yəni biz yazı yazanda ədədlə mətnin onsuz da kombinə olunmuş şəkildə istifadə edirik. Amma cümlənin içərisində ya oyun skoru, temperatur, nə bilim vaxt, tarix, riyazi bir ifadə, düstur falan verilibsə, amma biz bunu ədədi götürəcəyik. Ümumilikdə deyirəm ki, yəni kombinə olunmuş şəkildə istifadə olunur. Sonra yadınızda saxlayacaqsınız sxem sözünü ən çox düşənlərdən biri budur. Cədvəldir, sxemdir, şəkildir, qrafiki informasiya növünə aiddir, təqdim olunma formasına aiddir. Sonra səs, bu heç səslə videonu rahat ayırd etmək olur. Gəldik informasiyanın xassələrinə. Deməli, belə bir mottomuz var ki, bunu yadda saxlayın. İnformasiya sözünün mənası məlumatdır, ifadədir, izahdır, bilişdir. Bunlardır. Və insan informasiyanı hər gün müxtəlif yollarla qəbul edir. Əslində qəbul etdiklərimizin hamısı informasiya olmur, bir növ məlumat olur. Hər informasiya özü bir məlumatdır, amma hər məlumat informasiya deyil. Məlumatın informasiya olması üçün xassələri ödənməlidir. 5 xassə var. Əslində çoxdur xassəsi. Sadəcə sizə düşən 5 dənə xassədir. Obyektiv, tam, etibarlılıq, anlaşıqlıq, aktuallıq. Deməli, bax, belə deyim də, bu cümlə yazılır, məsələn, deyir, hər informasiya bir məlumatdır, amma hər məlumat informasiya deyil. Əgər Instagramda, məsələn, reelslər çıxır da qarşınıza, istifadə eləyirsinizsə. Məsələn, filan kəs
ə, 10.000 manatlıq paltar geyindi, məsələn. Bu informasiya əhəmiyyəti daşımır uşaqlar, sadəcə məlumat olur. Yəni məlumatın informasiya olması üçün sizə yararlı olmalıdır. Həqiqətə uyğun olmalıdır, doğru olmalıdır, dəqiq olmalıdır, aktual olmalıdır, obyektiv olmalıdır, tam olmalıdır. Yəni bu xassələr ödənməlidir. Əgər o xassələrin biri belə pozulsa sizin üçün, bilin ki, onda məlumat xarakteri daşıyır. Yəni informasiya çevrilmir. Yəni məlumat informasiya olması üçün bu 5 xassə ödənməlidir. Obyektivlik. Kəlmə obyektivlik nə idi? Obyektiv informasiya necə informasiyadır? Hə Kərim? Yox, yox. Kərimi göz. Hə, subyektiv bir fikirdən asılı olmasın. Şəxsi fikirdən asılı olmasın. Bəli. Real faktlara əsaslansın. Məsələn, tutaq ki, 31 dekabr Dünya Azərbaycanı Həmrəylik Günü kimi qeyd olunur. Obyektivdə yəni hamı bunu belə qəbul eləyir. Real faktlar obyektiv informasiyalardır. Amma şəxsi bir fikir girirsə uşaqlar ora, məsələn, mən deyirəm ki, tutaq ki, filankəs çox yaxşı insandır. Biri qıraqdan danışır ki, sən nə danışırsan, onun elə xasiyyətləri var ki, o adam deyil. Yəni, belə deyim də, mən öz şəxsi fikrimi demiş oluram, o öz şəxsi fikrini demiş olur, burada subyektiv rəy olur. Yəni obyektiv informasiya hansısa bir şəxsi fikirdən asılı olmamalıdır. Məsələn, belə bir şey deyək, tutaq ki, deyirik ki, otağın havası çox soyuqdur. Üşüyürəm mən, çox dəhşət soyuqdur. Bir də qıraqdan qayıdırsan, danışsan bu zörgül kimi havadır. Əslində hər ikimiz obyektiv rəyimizi vermiş olduq. Subyektiv rəyimizi vermiş olduq da, yəni şəxsi fikrimizi demiş olduq. Amma əslində necə deməli idik? Yəni informasiya ötürmək istəyiriksə deməli idik ki, otağın temperaturu 27 Selsi dərəcədir. Bu obyektiv olacaqdı. Amma soyuqdur, istidir. Bu kimi fikirlər subyektiv rəylərdir. Yəni real faktı, obyektivi, real gerçəkliyi əks etdirməlidir məlumat. Məsələn, dil dünyanın ən uzun çayıdır. Real faktı obyektiv informasiyadır. Hamı bunu belə qəbul edir. Deməli, obyektivlik hamı tərəfindən qəbul edilən informasiyadır. Obyektivliyi pozur hansı fikirlər? Mənə görə, sənə görə, zənnimcə, düşünürəm. Yəni mənim fikirlərim varsa, mənə görə söhbəti varsa, subyektiv rəy verilmiş olur, obyektivlik pozulur. Tamlıq. Ayaz buyur, tamlıq nədir? Bəli, informasiyanın miqdarı ilə ölçülür. Mən sizə bir dənə çəkmişdim. Məsələn, dedim ki, kompüter almağa gedirsiniz. Girdiniz kontaktoma. Öncədən insan özündə fikirləşir ki, yəni büdcəni müəyyənləşdirir. Sonra, nə bilim, rəngini müəyyənləşdirir, prosesorun növünü müəyyənləşdirir, RAM-ını müəyyənləşdirir, xarici yaddaşını müəyyənləşdirir. Yəni özündə bir belə deyək də kriteriyalar qoyur. Girdin kontaktoma, satış məsləhətçisi yaxınlaşdı, rəngini dedi, prosesorunu, RAM-ını, xarici yaddaşını, nə bilim, əlavə məlumatlar da dedi. Amma büdcəni demədisə, sən qərar verə bilməzsən. Bəlkə sənin markasını dedi, lap bir dənə də kriteriya qoyaq, markasını da desin. Büdcəni demədisə, yəni neçəyə qiymətini demədisə sən qərar verə bilməzsən. Yəni sən özündə kriteriyalar qurursan, o kriteriyalara, yəni qərar qəbul etmək üçün informasiya dolğun şəkildə təqdim olunmalıdır. Və yaxud da belə deyim, xəstələnirik, həkimə gedirik. Həkim resept yazmadan öncə nə edir? Bizim haqqımızda tam məlumat almaq üçün analizlərdən keçirir bizi. Bizim şikayətlərimizi dinləyir. Tam məlumatlı olandan sonra diaqnozu qoyub resept yazır. Etibarlılıq, əletibarlılıq nədir? Necə bir şeydir bu etibarlı informasiya? Etibarlı mənbə. Etibarlı mənbə məsələn, rəsmi bir saytdan. Tutaq ki, mən öz Facebookumda paylaşıram ki, sabah dərslər distant təhsilə keçid olur. Nə bilim,
Məhkəməyə bu müəllimə inanmadı. Etibarlı deyil, bəli. Etibarlı deyil, düz deyirsən də. Hər hansısa bir hər hansısa bir şəxsin fikri etibarlı deyil. Amma bunu rəsmi bir qurum paylaşsaydı, rəsmi bir qurum, məsələn, Təhsil Naziri paylaşsaydı və yaxud da Səhiyyə Naziri paylaşsaydı ki, hə, donuz qripi yayılıb, yəni əhalinin çölə çıxmamağı tövsiyə olunur. Hə, bunun üstünə də bir Təhsil Naziri paylaşsaydı, distant təhsilə keçid olunur. Artıq rəsmi bir qurum, rəsmi bir mənbə olduğu üçün etibarlı sayacaqdıq. Etibarlılığın amma öz tərifində deyir ki, bir məlumatı aldın, o məlumatı götür başqa mənbələrdə qarşılaşdır. Əgər bir neçə mənbədə üst-üstə düşürsə, etibarlı informasiya sayılır. Sadəcə günümüzdə hər əlinə keçən bir telefon götürüb bir dənə xəbər saytı açdığı üçün ona görə biz etibarlı informasiyanı ancaq rəsmi qurumlardan əldə edə bilirik. Yəni təriflə üst-üstə düşmür. Ruhi anlaşıqlıq hadisəsi nədir? Nəzərdə tutulan şəxs tərəfindən informasiyanın anlaşıqlı olması. Bax, burada obyektivlikdə deyirik ki, hamı qəbul etsin ha. Bax, məsələn, uşaqların çaşdığı şey nədir? Bəzən tərəflər düşür, uşaqlar götürür ki, hamı tərəfindən başa düşülən informasiya anlaşılan informasiyadır. Xeyr. İnformasiya kimə ötürülür? Nəzərdə tutulan şəxs kimdirsə o başa düşməlidir. Tərifdə belə deyir: nəzərdə tutulan şəxs tərəfindən anlaşılan informasiya anlaşıqlı informasiyadır. Məsələn, tutaq ki, Əli, Vəli və bir də olsun Pirvəli. Deməli, Əli kimya biliyi var. Vəlinin yoxdur, Pirvəlinin var. Əli əlindəki kağıza natri xloru yazır, Pirvəliyə göndərir. Pirvəli bunu qəbul edir, başa düşür. Çünki niyə? Bu dili bilir. Nəzərdə tutulan şəxs onu başa düşdü. Amma Vəliyə göndərsəydi, Vəli üçün anlaşılsız olacaqdı. Çünki Vəlinin kimya biliyi yoxdur. Nəzərdə tutulan şəxs tərəfindən anlaşılan informasiya anlaşıqlı informasiyadır. Aktuallıq. Aktuallıq cari zamana uyğunluqdur uşaqlar. Məsələn, dünən yağış yağmışdı. Dünənki yağışa görə bu gün çətir götürmərik. Yəni bu gün evdən çıxanda biz hava proqnozuna baxıb gedəcəyik də, yəni yağış yağırsa çətir götürəcəyik. Və yaxud da iniş il Novruz bayramında güclü qar yağmışdı. Yəni bu sadəcə məlumatdır. Heç bir yeni bir informasiya almıram mən burdan. Burada nə var ki? Yəni olsun da, yağsın da. Bu ilki Novruza bir təsir yoxdur ki. Köhnəlib. Əvvəllər bilmirəm fikir vermişdisə yoxsa yox. İctimai televiziyada xəbərlər gedəndə, İctimai televiziyada səhv etmirəmsə, başlayırdı torpaqlarımız 30 ildə işğal altındadır. BMT birliyi buna hələ də dözür. Görürsüz o xəbər artıq yığışdırılıb. Çünki müharibə oldu, torpaqlar qayıtdı, da o xəbər aktuallığını itirdi. Köhnəlmiş oldu. Amma uşaqlar, bəzən elə şeylər olur ki, qədimdə yaradılsa belə, çoxdan yaradılsa belə, günündə istifadə edirsənsə, sənin üçün aktuallığını qoruyub saxlayır. Məsələn, tutaq ki, ruçka deyirik, qələm. Bu məsələn kəşf olunub 1900-ci qələmdə 1980-ci ildə məsələn, 1980-də kəşf olunub. Bu gün istifadə edirsənmi onu? İstifadə edirsən. Deməli aktuallığını qoruyub saxlayır. Yəni keçmişi bir hadisə olsa belə, bu gün də aktualdırsa, yəni bu günə uyursa, aktuallıq xassəsi ödənmiş olur. Deməli, 5 dənə xassədə. Bundan başqa xassələri var. Adekvatlıq, məqsədə uyğunluq xassət, dəqiqlik, faydalılıq, sonra aydınlıq, doğruluq çoxdur xassəsi. Əsas sizə düşən bu 5 dənədir. Tamlıq informasiya miqdarı ilə ölçülür. Etibarlı bir mənbədən olmalıdır. Anlaşıqlıq nəzərdə tutulan şəxs tərəfindən anlaşılmalıdır. Aktual cari zamana uymalıdır. Obyektiv də şəxsi subyektiv bir fikirdən asılı olmamalıdır. Xassələr burada yazılıb. Gəldik informasiyanın proseslərinə uşaqlar. İlk proses 4 dənə əsas prosesimiz var. Yadda saxlayın bunu. Qəbul, ötürmə, saxlama, emal. 4 əsas prosesdir. İnformasiyanın toplanmasıdır, əldə olunmasıdır. Bunlar qəbulun xüsusi hallarıdır. Ümumiyyətlə ilk məsələ həlli yadda saxlayın. İlk məsələnin həlli başlayır informasiyanın toplanması ilə, qəbulu ilə. Hər hansısa bir problem çıxıb ortalığa, məsələn, evinizi tutaq ki, laminat döşətməlisiniz.
Bu problemi necə həll etməlisiniz? İlk öncə ustaya xəbər verməlisiniz. Usta gəlib nə edəcək? Döşəməni ölçəcək. Yəni birinci məsələnin həlli nə oldu? Döşəmənin ölçülməsi. Niyə? Usta döşəmə haqqında məlumat toplamalıdır. Bax, yadda saxlayın. Hər bir məsələnin həlli ilkin olaraq qəbul prosesi ilə başlayır. Və kitabda belə bir 5-ci sinif kitabıdır ya da 6-cı sinif kitabıdır. Belə bir məlumat verir ki, insanın duyğu üzvləri onu yanılda bilər. Ona görə də məlumatın toplanmasında ölçü cihazlarından istifadə olunur. Məsələn, sizə düşə bilər ki, tərəzidə meyvələrin çəkilməsi hansı prosesdir? Qəbul. Ustanın döşəməni metrə ilə ölçməsi hansı prosesdir? Qəbul. Çünki ölçü cihazından var. Yəni gedirsən məsələn alma almağa, deyirsən 1 kilo alma ver. Nəyinir? Gözə yarı çəkib verir? Yox. Axı, yəni onun haqqında dəqiq məlumatlı olmalıdır. O gözü ona yanılda bilər. Ona görə tərəzidən istifadə edir. İlk prosesdir bu. Qəbul eləməyə çalışır. Yadda saxlayırıq bunu. Ölçü cihazları adətən toplama prosesində istifadə olunur. Yadda saxlayın ha. Sonra informasiyanın ötürülməsi. Hal-hazırda ötürülmə prosesindəyik uşaqlar. Mən sizi informasiya ilə təmin edən tərəfəm. Deməli, informasiyanın ötürülməsində 3 obyekt olur həmişə. İnformasiyanın mənbəyi, rabitə kanalı, informasiyanın qəbul edicisi. Mən informasiya ilə təmin edən tərəfəm, informasiyanın alındığı obyektəm, yəni informasiyanın mənbəyiyəm. Aramızda rabitə kanalı nə var? Mən kompüterlə dərs keçirəm, diktayzerlə dərs keçirəm, fiber optik kabeldən istifadə edirəm. Siz də məni telefonla izləyirsiniz, evinizdəki böyük ehtimal ruterlə internetə qoşulmusunuz və yaxud da megabayt götürmüsünüz. Evinizdəki internet vasitəsilə dinləyirsiniz məni. Deməli, aramızdakı o rabitə kanalı, bax o vasitələr oldu. Yəni informasiya rabitə kanalı vasitəsilə siqnallarla ötürülür sizə. Sonra siz isə nəsiz? Qəbul edici tərəfsiz. İnformasiyanı qəbul edən obyektsiz. Məsələn, deyir ki, sürücü sürət panelinə baxıb sürətini zəiflətdi. Deyir, hansı ötürülmə prosesində mənbə hansıdır, qəbul edici hansıdır, vasitə hansıdır? Mənbə insandır. Üzr istəmək, qəbul edici insandır. Sürət panelinə baxır. Sürət paneli onun yox, rabitə kanalı deyil, mənbədir. İnformasiyanı oradan qəbul edir axı. Orada mühitdir əslində. Yəni insan havalı bir məkanda oturub, o sürət panelinə baxır, gözləri vasitəsilə siqnalı qəbul edir. Yəni insan sinir hücrələri də orada istifadə olunur. Nəydən informasiya alır? Sürət panelindən. Deməli, sürət paneli nədir? Mənbədir. Kim informasiyanı alır? İnsan. Deməli, insan nədir? Sürücü nədir? Qəbul edən tərəfdir, qəbul edicidir. Yaxşı, informasiyanın mənbəyi oldu, informasiyanın alındığı obyekt, informasiyanın qəbul edicisi oldu, informasiyanı alan obyekt, rabitə kanalda aradakı vasitələr oldu. Bir dənə bunu yadda saxlayın, qeyd kimi. Deməli, mənbə hər şeydir. Gördüyünüz hər şey mənbədir. Amma qəbul edici yalnız canlı və texniki qurğudur. Belə deyim, siz stolun üstündə yaşıl rəngdə qələm görsəniz, informasiyanı alacaqsınız ki, qəbul edəcəksiniz ki, mən bu yaşıl qələmi götürüb yazsam, lövhədə yaşıl rəngdə yazılacaq və yaxud da dəftərimə yaşıl rəngdə yazacaq. Siz ondan informasiyanı alırsınız, qəbul edirsiniz. Amma siz o qələmə nəyisə başa sala bilərsiniz? Yox. Yəni qələm qəbul edici ola bilmir. Amma informasiyanı mənbəyi ola bilər. Yəni hər şey mənbədir, amma qəbul edici ya canlıdır, ya da texniki qurğudur. Məsələn, robotlar. İnsanlar komutları, əmrləri robotlara öyrədir, robotlar həmin əmrləri qəbul edib icra edirlər. Yəni texniki qurğuda ola bilər. Sonra rabitə kanalının yəni 2 yerə bölürük, mühit və vasitə. Mühit o havalı havasız məkandır, mayedir, elektrikdir, fiber optik kabeldir, insan sinir hücrələridir, yəni toxunaraq nəyisə hiss edir falan, görərək hiss edir, insan sinir hücrələridir. Ötürmə vasitəsi isə artıq istifadə etdiyimiz telefon, nə bilim, kompüter, televiziya, teleqraf vasitələr də aramızdakı. İnformasiyanın saxlanması.
informasiyanı insan itirməsin deyə, başqa nəsillərə deyək də, ötürmə eləsin deyənə uzun müddət saxlamağa çalışır. Məsələn, o Qobustan Qayaüstü rəsmlərində daşlara oyulub ə, qədim insanın hərəkəti. Məsələn, ovlanıblar, gəmidən istifadə ediblər, nə bilim, ətlə qidalanıblar, ocaq qalayıblar. Bunları daşların üstünə bir növ ağıllı olublar əslində. Öz həyat hekayələrini o daşlara həkk eləyiblər. Və müasir dövrün insanı da onların yaşamını o daşlardan öyrənib. Yəni insanlar bizim üçün nə edib? Qədim insan bizim üçün informasiyanı qoruyub saxlayıb. İnformasiyanı uzun müddət saxlayan və daşıya bilən vasitələrə deyəcəyik informasiyanın daşıyıcıları. Və bax daşıyıcının əsas xüsusiyyəti uzun müddət saxlaya bilən olması. Məsələn, bəzən düşür ki, RAM informasiya daşıyıcısıdırmı? Yox. RAM-dan çünki məlumat nə olur? Silinir. Kompüteri enerjidən ayırdın, ekrandakı şəkil, ekranda yazılanlar silinir. Yəni RAM uzun müddət saxlamır. Uzun müddət nə saxlayır? Hard disk, fleşka. Sən silənə qədər məlumat ordadır. Uzun müddət saxlayır. Və informasiyanın daşıyıcılarını da uşaqlar 4 yerə böləcəyik. Perforasiya, maqnit, optik, elektron. Bunları xarici yaddaş qurğuları keçəndə keçmişik. İnşallah aparat təminatında təkrar qayıdacam. Gəldik əsas məsələ informasiyanın emal prosesi. İnformasiyanın emal prosesinin 3 mərhələsi var. Yenə bu ötürülmək kimi. Giriş informasiyası olur, emal prosesi və çıxış informasiyası əldə olunur. Emalın tərifi nədir? İnformasiyanın məqsəd yönlü şəkildə təqdim edilmə formasını və yaxud da məzmununu dəyişdirilməsi. Burada giriş informasiyası olur, sonra bir emal prosesi gedir, sonra çıxış informasiyası əldə olunur. Məsələn, müəllim şagirdə tutaq ki, masal sözünü ingilis dilində tərcümə etməyi tapşırdı. Şagirdin giriş informasiyası nədir? Azərbaycan dilində verilmiş masa sözüdür, masa. Sonra emal prosesi nə oldu? Emal prosesi nasıl olmasın? Bu sözü heç mən özüm. Table'dır. Oturacaq nə idi? Nəysə. Olsun maşın. Ən bildiyimizdən. Yadımdan çıxıb olar. Maşın. Giriş informasiyası maşın. Emal prosesi tərcümə. Çıxış informasiyası nə olacaq? Kar. Qulaq asın uşaqlar. Bax, bu emal prosesidir. İnsan beyni biliyindən istifadə edir. Yəni, haçansı öyrənibsə bu şeyi, tərcüməni, yəni dərsdə falan, maşın sözünü ya lüğətdən gedib araşdırıb bunu icra eləyəcək və burada informasiyanın təqdim olunma forması dəyişir. Məzmun dəyişmədi və fikir verir. Giriş informasiyası maşındır, çıxış informasiyası kardır. Məzmun saxlanır. Yəni, Azərbaycanlı buna baxanda nə başa düşürsə, ingilis də buna baxanda onu başa düşür də. Yəni, məzmun eynidir. Amma forma dəyişdi. Və yaxud da, məsələn, baba sözünü əlifbadakı sıra nömrəsinə görə kodlaşdır. Kodlaşdırma prosesimizdir. Olacaq 2-1-2-1. Kodlaşdırdığımız, şifrələdiyimiz, daha doğrusu, şifrələməmizi bilsə kimsə, bu ifadənin də baba sözü olduğunu biləcək. Sonra, məsələn, adını Morse əlifbasında kodlaşdır. Ad giriş informasiyandır, çıxış informasiyan nöqtə və tirələrdir. Nöqtə və xətlərdir. Morse əlifbasına kodlaşdırma. Yəni, sən əgər Morse əlifbasını bilirsənsə, bunun da həmin ad olduğunu biləcəksən. Yenə girişlə çıxış eynidir, forması dəyişmiş oldu. Yəni, burada forma dəyişməsinə misaldır, bax, yadda saxlayın. Tərcümədir, kodlaşdırmadır, şifrələmədir, nə bilim, Morse əlifbasında kodlaşdır, nə bilim, əlifbadakı yerləri ilə şifrələ, Sezar üsulu ilə şifrələ və s. kimi proseslərdə forma dəyişir, məzmun saxlanılır. Başqa nə ola bilər? Səbəb-nəticə əlaqəsi ola bilər uşaqlar. Məsələn, bəli. Məzmuna da deyəcəm, narahat olma. Məzmun dəyiş. Məsələn, alim yeni nəyisə kəşf edirsə, yeni bir məzmun yaratmış olur. Və yaxud da cinayətin açılması, orada olur məzmunun dəyişməsində təhlil, tədqiq,
nə bilim, yeni nəyinsə kəşfi, həll etmək, yaratmaq, bu kimi şeylərdə artıq məzmun dəyişmiş olur. Eee, Səbəb-nəticə əlaqəsini yadda saxlayın uşaqlar. Bax, deyirəm ki, işıqforun qırmızı işığı yandığı üçün piyada dayandı. İndi burada piyadanın dayanmasının səbəbi nədir? Səbəb qırmızı işığın yanmasıdır. Səbəb var, ortada nəticə var. Piyada dayanıb. Səbəb-nəticə əlaqəsi, yəni bunu piyadanın beyni emal edir ki, dayanmalıyam da, dayanmasam maşın məni vura bilər. Yəni biliyindən istifadə edib bir nəticəyə gəlir. Və yaxud da görürük ki, stolun üstü kirlidir, çirklidir. Beynimiz emal eləyir ki, bunu təmizləməlisən. Gedirsən, durursan. Yəni insan onsuz da məqsədyönlü şəkildə eləyir bu şeyləri. Yəni beynimiz o emal hissə bizdə beyindir də. Beyin hər an, hər şeyi, hər dəqiqə emal eləyir onsuz da. Yəni bilinçli şəkildə eləyirik də biz bu işləri. Səbəb-nəticə əlaqəsini götürəcəyik emal prosesi. Məsələn, dərsdə iştirak etməyən şagirdə qayıb yazıldı. Şagirdə müəllim nə üçün qayıb yazır? Çünki dərsdə yoxdur. Yəni müəllimin burada bir nəticəyə gəlməyi var, səbəb var, ortada nəticə var. Sonra nə deyə bilərik? Axırda 2 dənə proses qarşılaşdıracağam sizə. Məsələn, cinayətin açılması. Bax, cinayət necə olur da? Təhlil tədqiq işi gedir də. Məsələn, tutaq ki, bir oğurluq hadisəsi baş verib. Polis gəlir, nə edir? Şahidləri dindirir, barmaq izi götürür, mümkün dəlilləri toplayır, robot rəsmini çəkdirir. Sənin giriş informasiyan budur. Sonra gedir müstəntiq oturur şöbədə, başlayır onları təhlil eləməyə. Təhlil tədqiq işi görür. Çıxış informasiyası nə olur? Ad. Yəni giriş informasiyası ilə çıxış informasiyası görsə nə qədər fərqlənmiş olur. Artıq məzmun dəyişir. Başa düşdün, girişdə barmaq izidir, çıxışda oğrunun adıdır. Burada artıq məzmunun dəyişməsi baş verir. Və yaxud da alim yeni nəyisə kəşf edir. Nəyisə yaratdı, burada artıq məzmun dəyişmiş olur. Və yaxud da şagird 3-ün 4-ü olan bir düz bucağının sahəsini hesablayır. Giriş informasiyası 3-4-dür, çıxışı 12-dir. Başa düşdün, Çınar? Çınar idi, Tunar idi. Necə? Yox, düz bucaqlı. 3-ün 4-ü düz bucağlının sahəsi 12 olmur. Hə, belə. Bu ölçü vahidlərinə keçmədən bir şey deyim sizə, uşaqlar. Sonra nəyi emal prosesi götürəcəksiniz? Çeşidləmə proseslərini. Məsələn, müəllim şagirdləri boy sırasına görə düzdür. Yəni müəllim bu durur qıraqdan baxır şagirdlərə, hansının boyu uzundur. Emal eləyir beynində, onları sıra ilə düzür də. Yəni bu artma ardıcılığı ilə, azalma ardıcılığı ilə düzmək. Bunlar çeşidləmək gedir. Bunlar da informasiyanın emal prosesi hesab olunur. Deməli nəyi götürdük? Ya forması dəyişdi, tərcümə olundu, şifrələndi, kodlaşdı və s. Ya məzmunu dəyişdi, təhlil, tədqiq olundu, yaradıldı, həll edildi və s. Sonra çeşidləndi, artma sırası ilə düzdür, boy sırası ilə düzdür, azalma sırası ilə düzdür və yaxud da səbəb-nəticə əlaqələrini. İndi belə bir şeyə baxaq. Çoxlu, daha doğrusu inşa yarışmasında neydi ayol? Nümunə inşa yarışmasında iştirak etmək üçün gözəl inşa yazmaq üçün çoxlu ədəbiyyatın oxunması, bir də deyirik, çoxlu ədəbiyyat oxuyan şagirdin gözəl inşa yazması. Nə proseslərdir bunlar? Birinci nə prosesdir, ikinci nə prosesdir uşaqlar? Gözəl inşa. Aha, birinci toplamadır. Digəri isə
Emal, düzdür. Bax, uşaqlar, yadda saxlayın. Gözəl inşa yazmaq üçün çoxlu ədəbiyyatın oxunması. Burada nəticə yoxdur ortalıqda. Yəni inşa yazılmayıb, sadəcə oxuyur. Oxumaqdır, baxmaqdır, görməkdir, dinləməkdir. Bu kimi əməliyyatlarda informasiyanı qəbul edirik. Oxumaq, baxmaq, görmək, dinləmək. Bax, yadda saxlayın. İnformasiyanı qəbul edirik. Hələ yoxdur əldə nəticə. İnşa yazmayıb, sadəcə oxuyur. Bu oldu informasiyanın qəbulu. Amma digərində çoxlu ədəbiyyat oxuyan şagirdin gözəl inşa yazması. Artıq əldə bir nəticə var. Bu inşanı yazıb. Səbəb var, nəticə var. Niyə bu şagird yaxşı inşa yazıb? Çünki çox oxuyub. Başa düşdük, bu artıq emal prosesidir. Bax, birinci proses qəbuldur, toplamadır. Digəri isə emal prosesidir. Sonra belə deyək. Şahmatçının rəqibin daşlarına baxması. Hansı proses idi bu? Qəbul. Sonra e, Vətən müharibəsində şəhid olmuş şəxslərin adlarının əhaliyə açıqlanması. Bəli, ötürüldü informasiya. Sonra e, bir dənə də futbolçunun rəqibin mövqeyinə diqqətlə baxması. Qəbul. Qəbuldur. Gəldik ölçü vahidlərinə. İnformasiyanın ölçü vahidləri. Uşaqlar, informasiya bilirsiniz də, bu hər bir şeydə, yəni məsələn, kütləni kiloqramla, uzunluğu metrə ilə ölçürük. Biz də bayaqdan da danışırıq informasiyadan. İnformasiya da ölçülə bilən kəmiyyətdir. Və təbii ki, bu kodlaşan informasiyadan söhbət gedir uşaqlar. Yəni, kompüterin yaddaşında olan informasiyadan söhbət gedir. Bax, yadda saxlayın, kompüter informasiya ilə işləyən qurğudur. Yəni, informasiyanı emal edir. Amma bilinçli bir şey də deyil də, yəni şuuru yoxdur ki, hər şey onun üçün veriləndir. Kompüterdə hər şey veriləndir. Və o verilənləri emal eləyir. Belə deyim, məsələn, sənin yazdığın bir tutaq ki, 64 məsələn, 64-ü yazırsansa, kompüter bunu 64 olaraq başa düşmür. Kompüterin, mən sizə göstərmişdim, prosesorun oyuqları var. Oyuqlar müəyyən mövqedə siqnalların, impulsların ötürülməsi ilə dolur və yaxud da boşalır. Və o, yəni siqnal gəlirsə, deyək ki, bax bu kompüterin oyuqlarıdır. Əgər bura, o registr yaddaşa siqnal gəlirsə 1 ilə, gəlmirsə 0 ilə, daha doğrusu biz bunu şərti işarələnmə kimi qəbul edirik də, dolur. İmpulslar, bəli, elektrik siqnallarının gəlməsinə, o takt impuls generatorun ötürdüyü impulslardır bura. Əgər impuls gəlirsə, elektrik siqnalı gəlirsə 1, gəlmirsə 0 ilə yüklənmiş hesab edirik bunu şərti olaraq. Yəni sadəcə bunu rahatdır da 1-0 ilə ifadə etmək. Biz 1-ə deyəcəyik ki, yəni var, 0-da amma siqnal yoxdur. Məsələn, 64-ü tutaq ki, kompüter daxil etsək, kompüter biz bunu keçmişdə ikilik say sistemində qəbul edir. 1 yanında 6 dənə 0 olaraq qəbul edir. Və yəni bu o deməkdir ki, birinci siqnal gəlib, sonrakı oyuqlara siqnal gəlməyib. Registr yaddaş siqnal gəlməyib. Və kompüter hər bir simvolu, yəni hər bir registr yaddaşın, daha doğrusu registr yaddaşın bir oyuğunu bir bit olaraq götürür. Və bit kompüterdə binari digit, yəni ikilik rəqəmdən birini ifadə edir. Yəni bir bit ya 0-dır, ya 1-dir. Ən kiçik ölçü vahididir, atomardır, bölünməzdir. Ən kiçik ölçü vahididir bir bit. Sonra kompüterdə istifadə olunur baytdan. 8 dənə bitin əmələ gətirdiyi komplektdə deyəcəyik 1 bayt. 1 baytımız 8 bitə bərabərdir və bayt əsas ölçü vahididir. Yadda saxlayın. Bayt əsas ölçü vahididir. Sonra istifadə edirik kilobaytdan, megabaytdan, gigabaytdan, terabaytdan, heksabaytdan, perabaytdan və s. çoxdur. Amma bizə bunlardan sadəcə teraya qədər
Bilməyiniz kifayətdir. İndi keçək. Deməli, yorulmamısınız uşaqlar? Bir saat. Tamam. Hələ indi başlayırıq. Deməli, sizə sxem çəkmişdim, yadınızdadırsa əgər. O sxemlə hər dəfəsində tam başa düşənə qədər çəkin. Düzdür, indi bizim problemimiz yoxdur. Sonradan qoşulan uşaqları, məsələn, Rəsulun da yəqin ki, yoxdur. Fatiməni də düşünürəm yoxdur. Sənbərdə də olmaz. Elcə səndə problem var o bit byte məsələsində. Yoxdur, Allah sağ Deməli, e, bit, byte, kilobyte, megabyte, gigabyte və terabyte. Qayda demişdim sizə keçidlərdə. Nə edirik? Kiçik ölçü vahidindən böyük ölçü vahidinə keçəndə bölürük. Böyük ölçü vahidindən kiçik ölçü vahidinə keçəndə isə aradakı fərqə vurur. Bir bitimiz bu atomar bölünməzdir. Amma bir baytımız 8 bitə bərabərdir. 1 kilobaytımız kilo 2 üstü 10'dur. 1024 bayta, yəni 2 üstü 10 bayta, 2 üstü baytın da əvəzinə mən bunu 2 üstü 3 bit kimi yazsam, baytın yerinə də gətirib bunu yazsam 2 üstü 13 bitə bərabər olacaq. Sonra megabaytımız 1024 kilobayta bərabərdir, yəni 2 üstü 10 kilobaytdır. Kilobaytın yerinə bunu qoysam eləcək 2 üstü 20 bayt. Bunu qoysam eləcək 2 üstü 23 bit. Sonra gigabaytda həmçinin 1024 megabaytdır. Sonra 2 üstü 10 yəni megabaytdır. 2 üstü 20 kilobaytdır. 2 üstü 30 baytdır. 2 üstü 33 bitdir. Terada 2 üstü 40 baytdır. 2 üstü 43 bitdi. Burada rahat çevirmə nə idi? Bitlə bayt arasında 2 üstü 3, baytla kilobayt arasında 2 üstü 10, mega ilə kilo arasında 2 üstü 10, giga ilə mega arasında 2 üstü 10, giga ilə tera arasında 2 üstü 10 fərq var. Və biz əgər məsələn deyirsə ki 1 megabaytım 1 megabaytım olmasın 8192 megabaytım neçə gigabaytdır. Bunu tapmaq istəyirəmsə yuxarıdan aşağıya doğru düşürəmsə kiçik ölçüdən böyüyə keçdiyim üçün böləcəm aradakı fərqi. Aşağıdan yuxarıya doğru qalxıramsa əgər böyük ölçüdən kiçik ölçüyə getdiyim üçün vuracam. İndi burada 8192 megabaytdan gigabayta keçirəm. Mega ilə giganın arasındakı fərq nədir? 2 üstü 10. Neynəməliyəm? Bölməliyəm. 2 üstü 10'a bölürəm. Bunlar ixtisar gedir. Burada qalır 8 gigabayt. Mən sizə demişdim. 2 üstü 1'dən 2 üstü 16'ya kimi əzbər bilməliyik. Dəftərinizə yazın, əzbərləyin. 1 vərəq, 2 vərəq. Yəni mən bu hazırlıqda olanların çoxunda yəni problem görməmişəm. 1-2 nəfərdən başqa. Unudurlar, tez unudurlar. Ona görə yazın, təkrar bir də. Yazın 2 üstü 1'dən 2 üstü 16'ya qədər 1-2 vərəq yazın, əzbərləyin. Belə. Gəldik uşaqlar kodlaşmaya. Ölçü vahidlərindən çox danışmayacağam. Onsuz da testini vermişəm, testdə biləcəm kimdən bilir. Kodlaşma məsələsi nədir? Bax, uşaqlar, biz deyirik ki, kompüterin yaddaşında hər şey 0-1'lər şəklindədir. Yəni, istəyirsən şəkil olsun, istəyirsən video olsun, mətin olsun, ədəd olsun, səs olsun, hər şey kodlaşır. Hər şey 0-1'dir. Və bunların hər birinin özünə məxsus kodlaşması var. Deməli, məsələn, mətin kodlaşdırma bir başqa cürdür. Səs kodlaşdırma, video kodlaşdırma sizə düşmür, amma ötəri məlumat verəcəm. Ondan da qrafik kodlaşmanı da keçmişik. Birinci kodlaşmanın özünü başa düşməliyik ki, bu nə deməkdir? Baxın uşaqlar, biz deyirik ki, prosesorun oyuğu dolmasına görə mən dolduğu vəziyyəti necə? Sürət olacağı səs yoxdur. Səs var?
Sürətli keçəcəm, onsuz şəbəkədə də sürətdən keçəcəyik biz. Sürət düşür. Səslə video düşmür. Elə belə keçərəm onda. Məlumat olaraq demişəm. Yenə bir də deyəcəm. Deməli, uşaqlar, bax, mahiyyətə başa düşməlisiniz. Bir dənə lampanı fikirləşin, bir lampa. Bu bir lampa neçə vəziyyətdə ola bilər? Ya yanar, ya da sönər. Sönər. İki vəziyyətdə olar. Mən bu yandığı vəziyyətə 1, söndüyü vəziyyətə 0 deyirəm. Deməli, mən bir lampa ilə 2 dənə vəziyyət ötürə bilərəm. Sonra keçdim 2 lampaya baxıram. 2 lampa ilə neçə vəziyyət ötürə bilirəm uşaqlar? 4. Bəli, ya hər ikisi sönlü vəziyyətdə olar. Ya birinci sönər, ikinci yanar. Ya ikinci yanar, daha doğrusu birinci yanar, ikinci sönər, ya da hər ikisi eyni anda yanar. Deməli, iki lampa ilə mən 4 dənə vəziyyət ötürdüm. 3 lampa olsa neçə vəziyyət olacaq onda? 3 dənə lampada. 8 vəziyyət, bəli. Ya hər üçü sönər, arta-arta gedir özdə fikir verin. Ya ikisi sönər, biri yanar. Sonra ya ortadakı yanar, digərləri sönər. Birinci sönər, hər ikisi yanar. Birinci yanar, hər ikisi sönər. Birinci yanar, bir də sonuncu yanar. Birinci ilə ortadakı yanar, sonuncu sönər və hər üçü eyni anda yanar. Gördünüz, 8 dənə vəziyyət ötürmək oldu. 8. Bax, biz bu lampanın birinə bir oyuq dedik də, bir oyuq. Bir oyuqda o prosesordakı bir oyuq bir bitlik məlumat deməkdir. Yəni bir bitlə neçə vəziyyət oldu? 2. 2 bitlə neçə vəziyyət oldu? 4. 3 bitlə neçə vəziyyət oldu? 8. Avtomatik 4 bitlə necə vəziyyət olacaq? 16. 5 bitlə 32. Yəni n bitlə 2 üstü n vəziyyəti kodlaşdırmaq mümkündür. Bu oldu kodlaşma anlayışı, yəni bit anlayışı. N bitdən 2 üstü n vəziyyət kodlaşdırmaq mümkündür. Sonra keçdik mətn informasiyasının kodlaşdırmasına. Məsələn, 256 simvolu əlifba standartı ilə kodlaşdırılmış 1024 simvollu simvoldan ibarət məlumat neçə baytdır? Uşaqlar, baxın, biz dedik ki, n bitlə düzdür. N bitlə 2 üstü n vəziyyət kodlaşdırmaq olur. Vəziyyət. Bax, 256 simvolu əlifba deyirsə, əlifba standartı deyirsə, ümumiyyətlə əlifbanın gücü anlayışı var. Əlifbanın gücü necə tapılır? Əlifbada olan müxtəlif simvolların sayı ilə. Yəni, Azərbaycan əlifbasının gücü dedikdə, Azərbaycan əlifbasında 32 dənə böyük, 32 dənə kiçik hərf götürsəm, 64 simvollu bir əlifbadan söhbət gedəcək. Ki, bizim əlifbamız analoq əlifbada, yəni danışıqda istifadə edirik, kompüterdə istifadə olunan ya ASCII olur, ya Unicode olur. Yəni, bunu misal üçün, başa salmaq üçün sizə deyirəm. Deməli, o əlifbanın gücü anlayışı nə oldu? Əlifbada istifadə olunan müxtəlif simvolların sayı və biz bunu böyük n-lə işarə edirik. Böyük n 2 üstü i düsturu ilə hesablanır. Buna deyirlər Hartley düsturu. Buradakı i bitin sayıdır. Yəni i bir simvola ayrılan yaddaşım miqdarıdır. Yəni əgər deyirsə ki, 256 simvollu əlifba, deməli böyük n-i 256-ya bərabərdir. Yəni 256 dənə müxtəlif simvoldan istifadə olunub mətni yazmaq üçün. N 256-dırsa, i onda neçə olur? 8 bit olacaq. Çünki 256 2 üstü 8-dir, qüvvətini götürür. i oldu 8 bit. Sonra mətn məlumatının həcmini tapmaq üçün bir bu düsturu yadda saxlamalısınız. N bərabərdir 2 üstü i. Çünki bir simvolun yaddaşını buradan tapacaqsınız. Bir də v bərabərdir n vur i düsturundan istifadə edirəm.
Buradakı n, kiçik n, mətndəki simvolların sayı düsturları qeyd edin özünüzdə isə bir simvolun yaddaşı olacaq. İndi gətirib yerinə qoyuram. Mətndə 1024 dənə simvol var. Bir simvolun yaddaşı isə nədir? 256 simvolu əlifba dediyi üçün 8 bitdi. Həcmi baytdan istədiyi üçün 8-ə bölürəm. 1024 bayt olacaq. Aydın uşaqlar, bax bu sual kiməsə qaranlıq deyil ki. Hə? Problem yoxdur bu tip misallarda. Yoxdur. Lap əla. Sonra gəldik elektron sənəd anlayışına. Düsturları mən yazdıqca qeyd edin özünüzdə. Elektron sənədlərə. Elektron sənədlər mətn məlumatı, mətn informasiyanın kodlaşdırmasının bir hissəsidir. Elektron sənədlərdə nə olur? Səhifələr olur, sətirlər olur, simvollar olur və o simvolların da özünün həcmi olur. Məsələn, 256 səhifəlik sənədin hər səhifəsində 16 sətir, hər sətrində 32 simvol var. Əgər bu mətn 1024 simvolluğu əlifba standartı ilə kodlaşıbsa, həcmi neçə kilobayt olar? Uşaqlar, elektron sənəddən söhbət gedirsə, elektron sənəddə, yəni düsturumuz budur. Səhifə, vurulsun sətir, vurulsun simvol, vurulsun bir simvolun yaddaşı. Səhifə, sətir, simvol, vurulsun bir simvolun yaddaşı düsturu ilə hesablanır. Və səhifə verilib 256, 208, vurulsun sətir verilib 16, 204, vurulsun hər sətirdəki, özdə bax bu düsturda nədir? Bu sənəddəki səhifə sayıdır. Bu hər səhifədəki sətir sayıdır. Bu isə hər sətirdəki simvol sayıdır. Bu da bir simvolun yaddaşıdır. Deməli, sənəddə 256 səhifə var. Hər səhifəsində 16 sətir var. Hər sətrində 32 simvol var və 1024 simvolu deyirsə, avtomatik 1024, yəni n-ə bərabər edirsiniz. N də nə idi? 2 üstü i. I-ni buradan tapırsınız ki, i həmişə bitlə tapılır. 10 bitdi. Sonra kilobayta keçmək üçün 2 üstü 13-ə bölürük. Qalır 160 kilobayt. Aydın uşaqlar, bax kimə çətin gəlir bu misallar? Bitdən 2 üstü 13-ə bölərək kilobayta keçirik. Heç kəsin problemi yoxdur ki. Yaxşı, mən o da rəqəmləri dəyişeyim. Deməli, 32 səhifəli sənədin hər səhifəsində 64 sətir, hər sətrində 8 simvol var. Əgər bu mətin 256 simvollu əlifba standartı ilə kodlaşdırılıbsa, həcmi neçə kilobayt olar? Buyurun. Dəqiq. Tələsirsən, Ruhi, tələsirsən. Deməli, 2 üstü 5 səhifə, hər səhifədə 2 üstü 6 sətir, hər sətirdə 2 üstü 3 simvol, hər simvolda 256 simvol əlifbadısa 1 baytdan bölünsün 2 üstü 10 baytdan kilobayta keçdiyimiz üçün bu da, mən nəyisə səhv yazmadım uşaqlar. Düz yazdım. Hə, düz yazmışam. 16 kilobayt olur. Belə. Uşaqlar, sonra məncə burada heç kəsin problemi yoxdur. Keçdik minimal əlifba anlayışına.
Məsələn, tutaq ki, Kodera Akademi. Deyir ki, dırnaqları nəzərə almadan bu sözün, bu ifadənin, daha doğrusu söz yox, ifadənin kodlaşdırıldığı minimal əlifbada həcmini hesabla. Uşaqlar, 36 bit. Minimal əlifba dedikdə, bu ifadəni yazmaq üçün hansı simvollara ehtiyacın var? Ona götürürsən. O sənin minimal və böyük və kiçik hərfi fərqləndirirsən. Bunu yadda saxlayın uşaqlar. Böyük C-ya, O-ya, D-ya, E-yə, R-ya, A-ya boşluğa ehtiyacımız var. Bir dənə boşluq. Boşluq lap belə göstərək, boşluq. Sonra böyük A, kiçik C. Da A-nın hər simvolundan birini yazıram. Da A-nı yazmışam, yazmayacağam. D-nı yazmışam, yazmayacağam. E-ni yazmışam, yazmayacağam. M və Y. Hər simvoldan birini götürdüm. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11 dənə simvol var. Əgər bu M demişdim ki, 2 üstü i-dir də, hə? Yəni əlifbanın gücü. Əgər bu simvollu əlifba deyirsə, biz də deyirik ki, əlifbanın gücü əlifbada olan müxtəlif simvolların sayı ilə tapılır. Əgər əlifbanın gücü 2-nin qüvvətinə gətirə bilmirsə, yəni 2-nin qüvvəti deyilsə, bu zaman onu 2-nin qüvvətlərinin içərisində axtarırıq. 2 üstü 3 ilə 2 üstü 4-ün arasında yerləşir. Yəni 3 bitdən maksimum 8 vəziyyət kodlaşdırma olur. Ona görə 4 bitdən götürürük. Bir simvolun həcmi burada olur 4 bit. 4 bit. Onda hesablayırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. 14 vurulsun 4. Neçə olacaq? 6 bit olacaq. Aydın uşaqlar, sən bəs nətər 36 tapmışdın, Alim? Hə, 14. 9 da deyil özü, 9 da səhv tapırsan. Böyük ehtimal bu C ilə A-nı ayırmamısan. Olmaz. Hər hərfdən uşaqlar biri götürülür. Bax, yadda saxlayın. Minimal əlifbada hər hərfdən biri götürülür. Və uşaqlar, bu nə deməkdir? Məsələn, deyirəm, əgər 2-nin qüvvəti olmasa, yuxarıda, yəni 2-nin o qüvvətləri arasında axtarıb yuxarıdakını götürürük də. Məsələn, belə bir şey deyim də. Tutaq ki, bizim əlifbamızda 5 dənə simvol var. A, B, C, D, Y. Bax, bir bit olsaydı, bir bitlə biz 2 vəziyyət kodlaşdırardıq da. A-ya 0, B-yə 1 verərdik. 2 bit olsaydı, 2 bitlə neçə vəziyyət dedik? 4 vəziyyət. A-ya 0, 0 deyərdik, B-yə 0, 1, C-yə 1, 0, D-yə də deyərdik 1, 1. Y qaldı. 2 bitə deməli sığmadı. 3 bitlə kodlaşdırsaq, A-ya deyəcəyik 0, 0, 0, B 0, 0, 1, C 0, 1, 0, D 0, 1, 1, Y 1, 0, 0. Hətta bizim 3 bitlə maksimum neçə vəziyyət kodlaşdıra bilirdik? 8. 5-ni kodlaşdırdıq. Hətta 3 dənə vəziyyətimiz kodlaşmamış qaldı. Yəni maksimum 3 bitdən 8 vəziyyət kodlaşdıra bilərik. Ona görə də məsələn 5-i tapdım. 5 simvollu əlifbadır. Baxıram bu 2-nin qüvvətləri arasında hansını içərsən? 2 ilə maksimum 4 oldu. Yəni 5-ci simvolu kodlaşdıra bilmirsən burada. Ona görə 3-ün içərisində artıq axtarırsan, 3 bitdən də maksimum 8 vəziyyət kodlaşdırmaq olur. Sonra uşaqlar, mətn kodlaşmasında, bu gün sadəcə mətndən danışaram, qrafiklə səs digərləri qalar gələn dərsə. Bu, deməli, mətn kodlaşmasında bir standart əlifbalardan istifadə olunur, bir də sərbəst əlifbalardan istifadə olunur. Bu yazdıqlarımız sərbəst əlifbaları idi. Yəni, özümüzdən verdik də qiyməti. Praktiki olaraq mümkün olmasa da misalların həllində istifadə edirik. 1024, 32 simvollu, nə bilim 11 simvollu. Bir də standartları var bunların. ASCII standartı və Unicode standartı. Unicode. ASCII standartında uşaqlar
Bir dənə A hərfi yazırsansa klaviatura, ümumiyyətlə kompüterin işləmə mexanizmi var da, mən bunu sizə çəkib başa salmışdım ki, bax, məsələn bu kompüterdir. Kompüter hansı prinsiplə işləyir uşaqlar kompüter? IPO prinsipi, düzdür. IPO prinsipi ilə işləyir kompüter. Əslində o IPO prinsipi elə emal prosesidir də. Input, processing, output. Output. Deməli, uşaqlar, bax yadda saxlayın ki, kompüter IPO prinsipi ilə işləyir. Input, processing və output. Output. Yəni, informasiya giriş qurğuları vasitəsilə kompüterə daxil edilir, emal qurğusunda emal edilir, çıxış qurğusu ilə çıxışa verilir. Klaviaturadan tutaq ki, bir dənə A hərfini sən gəlib klikləyirsən. Düzdür, kompüterimiz bir saniyədə milyardlarla, 2 milyard, 3 milyard əməliyyat yerinə yetirə bilir. Biz klaviaturadan A-nı vuran kimi ekranda A-nı görürük. Amma proses bu qədər sadə olmur. Biz A-nı vururuq, A-nı kliklədik. Əlaqələndirici hissə, kompüterin beyni buradadır. Bu A ötürülür, impulslar ötürülür buna. A burada kodlaşır 0-1-lər şəklində. 0-1, 0-0, 0-0, 0-1 şəklində məsələn. Bu cür kodlaşdı, 8 bit ayrıldı. Sonra o 8 bit yenidən dekodlaşır, müəyyən proseslərdən keçir, gəlir ekranda biz o A hərfini görürük. Yəni, kompüterin yaddaşında yazdığım bu A-nı, mən məsələn, adicə bunu yazıram, bunun özünü belə başa düşmür. Yazdığımız A hərfini 0-1-lər şəklində, yəni kompüter bunu bilmir. Kompüterin bildiyi bircə budur, bu 0-1-lərdir. Və bu 0-1-lərin kodlaşması üçün iki standartdan istifadə olunur. Yəni, yazılan hərflərin kodlaşması üçün iki standart istifadə edilir. Bir, ASCII standartı, Amerikan standartı, bir də Unicode, beynəlxalq standart. ASCII standartında uşaqlar bir dənə A hərfi üçün kompüterdə 8 dənə oyuq ayrılır. 8 dənə oyuq ayrılır. 1, 2, 3, 4, 5, 6, 7, 8. Və bu 8 oyuq müəyyən mövqelərdə A-nın indeksi 65-dir. 65-ci indeksdə yerləşir. Bu cür də olur A. Müəyyən mövqelərdə, yəni 0-1-lər şəklində qeyd olunur. A-nın kodu olur bu. ASCII standartında bir simvol 8 bit yer tutur. Yəni bir dənə A hərfi 8 bitlə kodlaşır. Yaxşı, 8 bitlə maksimum neçə vəziyyət kodlaşdırmaq olurdu uşaqlar? Yəni 256 dənə, deməli ASCII əlifbasında 256 dənə simvol olur. Da yadda saxlayın. ASCII əlifbasında bir simvolumuz 8 bitdir, yəni 1 baytdır və 256 simvolu kodlaşdırmaq olur. Məsələn, ASCII əlifbasında bir salam sözü yazırsansa, bu kompüterin yaddaşında 5 bayt 40 bit yer tutacaq. Bu 256 simvoldan da yadda saxlayın. 0-dan 127-yə qədəri, 0-dan başlayırıq kodlaşmaya. 0-dan 127-yə qədəri ASCII-nin öz standart əlifbası olur, standartı. 128-dən 255-ə qədər milli əlifba olur. Milli əlifbada artıq hər ölkə öz əlifbasını kodlaşdırır. Məsələn, Azərbaycanda istifadə edirəmsə, Azərbaycan şriftlərini artıq kodlaşdırıram. Bu 128-dən 255-ə qədər kod aralığında. 0-dan 127 hamı da eynidir. Standart əlifbadır. ASCII-nin öz əlifbasıdır, öz simvollarıdır, boşluqdur, enterdir, nə bilim, plus minus işarəsi, nələr varsa. Yerdə qalan əlifbada milli əlifba adlandırılır. Hər ölkə öz əlifbasını kodlaşdırır. Uşaqlar, ASCII-nin üstün cəhəti yaddaşda az yer tutmasıdır. 8 bitcəli bir simvola 8 dənə oyuq ayrılır. Amma mənfi cəhəti odur ki, maksimum 256 dənə simvol kodlaşdıra bilirsən. Yəni ASCII əlifbasında işləyən kompüterdə uzağa 2 dənə ölkənin əlifbasını kodlaşdıra bilərsən sən. Amma biz müasir dövrdə mən elə üçündən istifadə edirəm. İngilisdir, rusdur, Azərbaycandır. İngilis dilinə, ərəb hieroqliflərindən də istifadə edirsən. Çin ərəb yazısından da istifadə edə bilərsən. Çin hieroqliflərindən də istifadə edə bilərsən. Yəni kompüterdə
müasir dövrdə istifadə edə bilirsən. Bunun səbəbi Unicode olmasıdır. Bax, bir də deyirəm, ASCII əlifbasına bir simvolumuz 8 bit 1 baytdır, az yer tutur və bu üstün cəhətidir, üstünü. Amma az simvol kodlaşdırmaq olur. Bu isə mənfi cəhətidir. Unicode əlifbasında bir dənə A hərfi yazmısan sanma. 16, bəli, 16 dənə oyuq ayrılır. 16 dənə oyuq ayrılır. O, yəni 16 bit yer tutur bir simvol. Bir simvol 16 bit yer tutur. Və yaxud da 2 bayt yer tutur. İndi Unicode-da bir salam sözü yazsan, nə olacaq? 10 bayt 80 bit olacaq. 10 bayt 80 bit olacaq. Və belə bir şey deyim. İndi 16 bitlə biz maksimum neçə vəziyyət kodlaşdıra bilirik? 65536 simvol kodlaşma. Yəni burada artıq Unicode-la işləyən əlifbada bir çox ölkənin eyni anda əlifbasını istifadə edə bilərsən. Hərflərini istifadə edə bilərsən. Çünki kodlaşdırmağa imkan verir. ASCII bu cəhətdən, yəni maksimum 256 simvol, onu da 128-i özünündür. Yerdə qalan 128-nə icazə verir. 128 dənə simvol kodlaşdırma olur. Yəni elə Azərbaycan əlifbasına 64 dənə simvol götürsən, yerdə 64 simvol qalır. Buna da maksimum bir başqa bir az simvollu bir dilin əlifbasını kodlaşdıra bilərsən. Yəni ASCII-də az simvol kodlaşdırma olur. Unicode-da amma çoxlu əlifbanı, çoxlu ölkənin əlifbasını istifadə edə bilərsən. Unicode-un amma pis cəhəti nədir? Yaddaşda yer tutması. Yəni salam sözü Unicode-da 10 baytdır, ASCII-də amma 5 baytdır. 2 dəfəyə qədər fərqlənir. Daha çox yer tutur ASCII. ...256 səhifəlik sənədin hər səhifəsində 16 simvol, hər 16 sətir, üzr istəyirəm, 16 sətir, hər sətrində 16 simvol var. Unicode-la kodlaşdığına bilərək həcmini kilobaytla hesablayın. Buyurun uşaqlar. Deməli, dedik ki, nə olur? Səhifə, sətir, simvol, vurulsun bir simvolun yaddaşı. 2 üstü 8 səhifə var. Hər səhifədə 2 üstü 4 sətir var. Hər sətirdə 2 üstü 4 simvol var. Hər simvol da Unicode olduğu üçün 2 baytdan kodlaşır. Bunu da 2 üstü 10-a bölürəm. Baytdan kilobayta keçmək üçün. Siz neçə dediniz? 2 üstü 3 eləyir 128 kilobayt. 128 kilobayt olur. Yəqin ki, buralar aydındır. Sonra, qayda olaraq qeyd eləyin. Bir standartdan digərinə keçəndə səhifədir, sətirdir, vərəqdir, simvoldur. Bunların sayı dəyişmir uşaqlar. Bax, belə bir şey deyim. Məsələn, 2 dənə şəxs fikirləşin. Bunun kompüteri işləsin ASCII ilə, bunun kompüteri işləsin Unicode-la. Bu salam sözünü yazır, buna atır. Eyni simvolları görürük də biz burada. Amma bundakı yaddaşı 5 baytdır, bundakı yaddaşı 10 baytdır. Səbəb bir simvolun tutumunun dəyişməsidir. Yəni, bir standartdan digərinə keçəndə simvolun sayı dəyişmir. Yəni, bu salam bura gələndə salam olmur ki, hansısa bir simvol silinmir ki. Amma bir simvolun tutumu dəyişir. Yəni, burada 1 bayt idi tutumu. Burada artıq 2 bayt olur. Ona görə də deyirik ki, bir standartdan digərinə keçəndə səhifədir, vərəqdir, simvoldur, sətirdir. Bunların sayı dəyişməyəcək. Məsələn, buyur. Necə ASCII? Onda işarə düşür, göstərmir ki, beləncə bir simvol yox. Bəzən olur şeylərdə. Məsələn, tutaq ki, Pythonun özü Unicode-da işləyir.
Unicode sistemi ilə işləyir. Amma sən gəl ona ə hərfini yaz, sual işarəsi qoyur. Çünki tənzimləməlidir o. Yəni olmayan simvolu göstərmir də onsuz da. Başa düşdün nə demək istəyirəm? Hı. Onu tənzimləməlisən, içəridən düzəltməlisən. UTF-8-i yəni aktivləşdirməlisən. Ondan sonra ə hərfini yazanda düşür. Beləncə adam amma ə hərfini hardasa kopyalayıb atanda özdə bir qəribə xüsusiyyəti var Pythonda. Bilmirəm niyə. Kopyalayıb atırsan ə hərfini götürür, amma klaviaturadan ə yazırsan qəbul eləmir. Yəni amma əslində Unicode-la işləyir Python. Sonra nə deyəcəydim? Hə, standartdan standarta keçənə danışdıq. Deməli, məsələn, 1024 simvolu əlifba standartından 65536 simvolu minimum əlifba standartına keçilən zaman məlumatın həcmi 18 kilobit artdı. Bu məlumat ASCII standartı ilə yazılsa həcmi neçə kilobayt olar? Vaxt verirəm, sonra özüm izahını verəcəm. Buyurun, hesablayın. Belə. Neçə tapdın? Başqa? Yaza bilmədiniz uşaqlar? Saata baxıram da elə 22:13-də. Hə, 3. Deməli uşaqlar, qayda kimi qeyd edirik. Bax, mən sizə dedim, bir standartdan digərinə keçəndə simvolun, sətrin, vərəqin sayı dəyişmir. Bir dənə rahat qaydamız var idi. Necə idi uşaqlar, yadınızdadır? Hı? De. Hə, izah eləyirsən elə. Ay, sol. 6 bit. Aha. Ay, sol. 6 bit. Bu da nə eləyir? 3072. Düzdür. Bax, qayda budur uşaqlar. Qeyd eləyin özünüzdə. Çox sağ olun. Buradan o tərəfə sonsuz da aydındır. ASCII-dirsə 1 bayta vurulur. 200 də ona bölünür. Verir 3 GB. Düzdür. Ümumi artımı yadda saxlayın uşaqlar. Ümumi artımı. Yəni ümumi həcm nə qədər artıbsa və yaxud da azalmanı, azalıbsa. Bölürük bir simvolun artımına və ya azalmasına. İndi azalıbsa azalmasına böləcək fərqi yox. Tapdığımız məlumatdakı simvolun sayı olacaq. Ümumi simvolun sayını tapırıq. Yəni bu 3072 bizə ümumi simvolun sayını verir.
18 çarpı böldük 6 bitə, tapdıq ki, məlumatda 3072 simvol var. Bu 3072 o deməkdir ki, 1024-də də 3072-sidir. 65536-da da ASCII-də də 3072 simvol var. Ona görə də 3072-ni vururam 1 bayta, bölürəm 210-a, tapıram ki, 3 kilobayt ASCII-dəki həcmdir. Başa düşməyən var bunu. Bir standartdan digərinə keçəndə necə tapacaqsınız simvolun sayını? Rahat yolu. Olsun. İndi baxacam mən. Necə tapdın? Tənasüb nə yazır? Əslində eyni şeydir. Mən qayda düzdür. Əslində eyni şeydir. Sadəcə mən qayda kimi deyirəm ki, belə yadda qalandır. Ümumi həcmi bölsən bir pikselin, bir simvolun azalmasına, tapdığın artmasına o simvol sayır. Yazaq məsələn 256 simvollu əlifbadan 4-dən keçək 1024 simvollu əlifba standartına 6-dan 1024-ə keçdik. 1024 bayt artdı. Buyurun uşaqlar. Gözdə hamı yazsın. Qardaşın niyə qoşulmayıb dərsə? Uf, o bilir də o alim qoşulmasa da olar. Hə, nə tapdıq? Başqa? Mən deyək qayda ilə elədin yoxsa? Hə, yenə öz bildiyi elədin hə. Elə. Deməli 8, 10. Nə qədər artıb? 2 bit. 1024-ü vururuq 8-ə, bölürük 2-yə. Olur 4. Niyə? Mən axı şeyi ölçüdə bitdən bayta necə ixtisar apara bilərəm yaxşı? Bölməliyəm də mütləq. Sonra bunda 4 vur, 1024, vurulsun 1 bayt, bölürəm 200 sona, bəli 4 kilobayt edir. İzah eləyərəm. Düsturu başa düşdün sən? Simvolun sayını tapmadın? Neçə tap? Baytı bölmüsən 2. Bax, 1024 baytdır. Bu amma 8-dən ona 2 bitdi. Baytı bitə bölmüsən, 8-ə vurmalıydın. 8-ə vurmalıydın. Sonra da onu da 1 bayta vuracaqdın. Belə uşaqlar, bu günlük bu qədər. Gələn dərsi təkrar edirik. Qrafik təsvirləri, səsi, videonu, sıxlaşmanı. Gələn dərsə qədər amma test atmışam. Yazmısınız? Ərreydən də atmışam, dimi də atmışam. Yazmayanlar da yazar. Dərsimiz bu bazar 21-nə düşür. Tərslikdən də hər bazar günü mənim işim çıxır. Amma axşam saatında da olsa çalıb keçəcəm. Bilmirəm, indi tədbiriniz var. Necə? İnşallah olar. Çınar sən nə deyirdin? Sabaha nə vermişəm evə? Excel-i bitirməyi. Sonra da sınavları yazmamışam. Sınav atacağam sizə. Sınav atacağam. Görürsən sən Allah.